Daşları sayaq. Gülün mənə. Mən gülməliyəm. Film 2020-ci ildə Azad Azərbaycan Teleradyo Yayım şirkətində səsləndirilib. Dublyajın rejissoru Nərmin Nizam, səs rejissoru İsmail Rizvanoğlu, tərcüməçi Lətifə Əliyeva, redaktor Lamiyə Tağıyeva. Filmi səsləndirdilər Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Vüsal Murtuzəliyev, Rövşən Məmmədli, Vüsal Xalıqoğlu, Ramil Zeynalov. Ən maraqlı futbol yarışları bir ünvanda. Setanta Sports və Setanta Sports Plus telekanalları artıq ATV Plus kabel televiziyasında yayımlanmağa başladı. Siz futbol üzrə İngiltərə, Fransa, Almanya, İspaniya, İtaliya çempionatlarını ATV Plus kabel televiziyasına qoşulmaqla rahatlıqla izləyə biləcəksiniz. Qoşulmaq və əlavə məlumat almaq üçün 996 qısa nömrəsinə zəng edin. ATV Plus, zamanın nəbzi. Sılamik klinikası Azərbaycanda ilk özəl göz klinikası olaraq artıq 25 ildən çoxdur ki, sizin xidmətinizdədir. İlk müasir metodlarla əməliyyatlar məhz burada aparılıb. Müxtəlif növ göz patologiyaları, katarakta, qlokoma, çəplik, yaş yolları xəstəlikləri, şəkərli diabet və bütün göz dibi xəstəliklərin müalicəsi və əməliyyatları, ekzimer lazer və müasir tip linzaların implantasiyası icra olunur. Bundan əlavə, gözəl xarici görünüşə sahib olmaq istəyən xanım və bəylər plastik və estetik cərrah tərəfindən öz xəyallarını reallaşdıra bilərlər. Sılamik, gözlərinizin və gözəlliyinizin etibarlı ünvanı.